Adam deyir ki, cəriməm var. Deyirəm, cəriməm hansıdır, nədir, göstərin, mən ödəyim yerində və mənim istirahət günümdə mən istirahətə getmək istəyirəm. Deyir, yox, siz mütləq getməlisiniz cərimə duracağına. Cərimə olmasa şüşəni yendirir, xahiş edirəm. Mən şüşəni eşidəcək qədər endirmişəm. Sizin dövlətə Eşidirəm. borcunuz var axı. Mən sənə deyirəm ki, cəriməm var. Xahiş Yox, edirəm. izah eləyin nəyə görə saxlamısınız Bəli, mənə. sizin ödənilən cəriməmiz var. Mən onu ödeyə bilərəm indi yoxsa yox? Bəli, ödeyə bilərəm. Bəs mən orada deyəndə ki, ödəyim gedim, ne dediniz ki, getməlidir? Siz dediniz. Biz demədik. Kim dedi? Biz dedik ki, bəli, ödəyin. Cəriməm var, deyirəm ödəyirəm internetlə. Bəli, biz də dedik ki, ödəyin də, biz Siz- dedik ki, ödəməyin. İndi deyim yalançını əgər demişdinsə ki, ödəyin. Dedin orada sən ödür. Bizə sərxoşdur, siz. Sərxoşsansa mən içmirəm heç vaxt. Yox, sərxoş yoxdur. Mən içməmişəm. Gətir test gətir test eləyək. Sərxoşsansan. Sən hansı haqqla deyirsən ki, sərxoşsan? Yoxlamısan məni? Gözlərim qıpqırmızıdır. Sən mənim gözlərimdən necə bilirsən ki, mən sərxoşam? İyi də gəlir. Desən ağı. Desən öl. Var testləri. Ver bir dənə yoxlayaq görək məndə bir damcı şey var yoxsa? Mən sənədləri vermişəm sənə. Yoxdur sənədlər. Yoxdur. Birazdan deyərsən ki, pagonumu da zırıblar. Yox, biz elə şey dedik. Elə şey deyim. 2 dənə yalan şər atmışsan hocam. Danışıqda 2 dəfə şər atmışsan. Deyirsən ki, sərxoşsan. Mən bayaq deyirsən ki, gözlərin qızarıb. Gözlərim qızarıb, səni istəmişəm, səni görəndə gözlərim qızarır. Yalansın. Niyə tabi olmuşsunuz polisə? İndi birazdan şər atır. Niyə tabi olmuyorsun? Provokasiya çəkir ki, mən nəsə ona deyim.